Çox təəssüf ki, bugün hökm oxundu. İlham Əliyevin tapşırığı ilə Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edildi. Gözlənilirdi, heç bir gözlənilməzlik yoxdur. Tofiq Yaqublu öz son sözündə bildirdi ki, mütəşəkkil cinayətkar dəstə tərəfindən ona qarşı cinayət işi quraşdırılıb. O, həmin mütəşəkkil cinayətkar dəstənin 23 nəfər üzvünün adını elan elədi və tələb elədi ki, həmin 23 nəfər mütəşəkkil cinayətkar dəstə haqqında cinayət işi qaldırılsın. O bildirdi ki, hazırki şəraitdə başa düşür ki, bu real deyil. Amma polis orqanlarının, prokurorluq orqanlarının, məhkəmə orqanlarının iştirakı ilə yaradılmış həmin bu mütəşəkkil cinayətkar dəstə günahsız insan haqqında öz yazdıqları senari əsasında cinayət işi quraşdırıblar və ona görə də Tofiq Yaqublu həmin mütəşəkkil cinayətkar dəstənin cəzalandırılmasını tələb elədi. Tofiq Yaqublu bildirdi ki, heç bir azadlıqdan məhrum etmə hökmü, heç bir işgəncə, təhdid onu haqq mübarizəsindən daşındıra bilməz. Tofiq Yaqublu bildirdi ki, əlbəttə ki, o Rəsulzadə yolunda, haqq ədalət yolunda davam eləyəcək, heç bir məhrumiyyət onu bu yoldan döndürə bilməz. Mən isə sizə əlavə eləyirəm ki, indi elan olunan 9 il hökm onsuz da yerinə yetirilə bilməyəcək. Tofiq Yaqublu 9 il azadlıqdan məhrum edilməyəcək. Allahın köməyi ilə o qalib olacaq, azadlıq qalib olacaq. Tofiq Yaqublu mütləq azadlığa çıxacaq. Baxın, buradakı... Sağ olun. Bak, bu polis iştirakı da bu işin siyasi mahiyetini gösterir. Məhz siyasi mahiyetini gösterir. Gel, kısa söyle. Kesin ben. Başım yol aç. Gel. Sağ olun, hər bir teşekkür ederim. Sağ olun, dokuz yaşayacaklar. 9 günü Gel. Gel. Sultan da burada. Aşağıda falan tuttu. Kim axtarsın? Gel. Görürsünüz də, bax görürsünüz. Tofiq Yaqublu dəladuz deyirlər. Amma bir dəladuz üçün görürsünüz necə həyəcanlanırlar. İlham Əliyev demir, Tofiq Yaqublu dəladuzdur. Görsün ki, necə dəladuzdur. Niyə gəlib çəkmədilər? Niyə gəlib canlı yayın eləmədilər məhkəmədən? Mən ki, buna demişdim. Demişdim ki, mən səslənmişdim ki, gəlsinlər, canlı versinlər, qoy bütün ölkədə Tofiq Yaqublu necə dəladuzluq elədiyini görsün. Çok sağ olun geldiğiniz için. Çok sağ olun. Borcumuz değil, borcumuz. Eziyet çekip geldiniz. Çok sağ olun. Gel tamam. Bugün Ağır Cinayətlər Məhkəməsində o bütün Elnur Nuriyev və hakim heyəti böyük şərəfsizlik elədi, ləyaqətsiz elədi. Bu qədər vaxtda darmadağın olan ittihamı yenə gəlib tərbiyəsizcəsinə Tofiq Yaqublu 9 il həbs cəzası istədi. Əgər Tofiq Yaqublu həqiqətən dələduzdusa, bu polislərin burada nə işi var? Gündə minlərlə adamın burada məhkəməsi keçir. Bu qədər ölkənin bu qədər dələduzun məhkəməsi keçir. O ki, Tofiq Yaqublu həqiqətən cinayətkardır, dələduzsa, İlham Əliyev, sən nədən qorxursan? Nədən narahatsan? Nədən narahatsan? Bugün rəqəmlaşanlarda, bu polisin burada olmağı da İlham Əliyevin, yəni, hadisin ki, ölkədə haqlar,